Stop. Okay, Mexico, where are you? Okay? If you follow the order from your national director, you are damaged. No, not about you. Not about you. Not about you. I didn't give you opportunity to talk. Please keep polite for me. I still talking. Listen. I still keep talking to everybody. Why you stand up to talk to me? No, you have a voice, but you have to respect the voice. What? No, why you stand up? Where's the gun? Security. Stop. Keep security.ปิดประตู Stop. You know, as a country, you have all my respect. I truly love Thailand. I respect all of you. I think that you're amazing people. But what just your director did is not respectful. He called me dumb because we have problems with the organization. And I think that's not fair because I'm here and I do everything okay. I don't mess with anyone. I just try to be kind. I'm trying to give my best. And he just shot me and he just said to me and shut up and a lot of different things. And I think that the world needs to see this because we are empowered women and this is a platform for our voice. And no one can shut our voice and no one will do that to me. And I hope that everyone at home, every woman, doesn't matter if you have a big dream, if you have a crown, if that's take away your dignity, you need to go. Thank you. Universe 2025-ci ildə qadına yönəlik şiddət mövzusu ilə əlaqəli psixoloji analizimi paylaşmaq istəyirəm. Hər zaman göründüyü kimi düşünüldüyünün əksinə şiddət, zorakılıq sadəcə fiziki şiddət, yəni döymək, vurmaq və s. kimi özünü göstərmir. Sözəl şifahi şiddət və yaxud təşkilati şiddət, güc və nəzarət münasibətlərini istifadə edərək edilən şiddət formalarının hər biri qadına yönəlmiş və yaxud insana yönəlmiş şiddətdir. Bizim orada gördüyümüz sözəl və şifahi şiddət, dummy, axmaq kimi ifadə edilmiş, insanın şəxsiyyətini və insanlığını alçaldan bir üslubdur. Belə təhqir edici ifadələrə məruz qalmış bir insan özünü yalnız tək, tənha və kimliyinə hücum edilmiş kimi hiss edə bilər. Necə ki, hiss etmiş olmalıdır ki, yarışmacı qalxır və oradan ayrılmağa üz tutur. Orada qadınların dayanışması müəzzəmdir. Çünki bir iştirakçı bunu etmiş olsaydı və digərləri susmuş olsaydı, bu şiddətə məruz qalan qadının üçün daha ağır bir nəticəsi ola bilərdi. Travma sonrası stres pozuntusu, yetərsizlik duyğusu və s. kimi, həm də eyni zamanda da bir çox qorxularının ortaya çıxmağına səbəbiyyət verə bilərdi. Amma orada qadın dayanışması, orada bir qadının, orada bir yarışmacının, orada bir insanın həyatını qurtarmış oldu və düşünürəm ki, qarşı tərəf üçün də çox gözəl bir dərs verilmiş oldu. Eyni zamanda orada diqqətimi çəkən faktorlardan biri də sən danışa bilməzsən, sakit ol, söz verməmişəm kimi ifadələrin istifadə olunmağı idi. Bunlar güc disbalansını istifadə etmək idi. Digər tərəfin isə mənim səsim var və özümü ifadə edə bilərəm kimi özünü qorumağı çox güclü bir cavab idi. Təşkilati tədbir mühitində yarışmacı ilə rəhbərlik arasında artıq bir güc asimetriyası yaranmışdı. Rəhbərin ictimai şəkildə alçaldıcı davranışı bu balansın sui-istifadəsidir. Boş və digər qadın iştirakçılarının səslərini qaldırması həmin güc balansına qarşı durmağı idi. Yəni asimetrik gücün qarşısında durula bildi. Təhlükəsizlik xidmətinin çağırılaraq qadının otağı tərk etməsi istənilmişdi. Onu hansı formada oradan çıxardacaqlardı? Güc tətbiq edərəkmi? Susturma və kənarlaşdırma strategiyası baxımından çox etik olmayan bir davranış idi. Özətlə, qadın həmrəyliyi, kollektiv gücünü ortaya qoydu. Və mənim də bugün bu paylaşma etməkdəki səbəbim odur. Bir qarışqa misalı, bir damla su ilə qatqım olsun. Tərəfim bəlli olsun.